Salam əleykum. Birdən Riyaziyyat YouTube kanalına xoş gəlmisiniz. Bu dərs videosunda kəsərlər üzərində bütün çevrilmələrə baxacağıq. İndi ekrana hamısının adlarını da verirəm. Vaxt itirmədən birinci keçək tez qarşı kəsrin düzgün olmayan kəsri çevrilməsinə. Qarşı kəsrin düzgün olmayan kəsri çevrilməsi. Qarışıq kəsri düzgün olmayan kəsrə çevirdikdə məxrəc olduğu kimi qalır, tam hissə isə məxrəcə vurulub, üzərinə surəti gəlib surətdə yazmaq lazımdır. Məsələn, 7/3-ə baxaq. Bərabərdir. Biz nə dedik birinci? Burada tam hissə məxrəcə vurulur. Yadınıza saxlayın ki, məxrəc heç bir zaman dəyişmir. Gəlin əvvəlcə məxrəcimizi yazaq 3 ilə. İndi 7-ni 3-ə vurduq. Neçə etdi? 21. Surətə yazıq 21. Üstə gəlsin. Nəyimizi gəldi üstünə? Əlbəttə surətimizi. 21 üstə gəlsin 1. Bu zaman neçə oldu? 3-də 22. Bir digər məsələ versək, tutaq ki, 6/5-də 1 deyək. Yenə məxrəcimiz dəyişmir deyə 5-imizi yazdıq. 6-nı 5-ə vurdıq neçə? 30 bura yazırıq. Üstə gəlsin. Nəyə gəlirdik biz? Surətimizi üstə gəlsin 1. Deməli, bu da neçə olurdu? 5-də 31. Görək bunun tərsi necə olur? Yəni, düzgün olmayan kəsri qarışıq kəsə necə çevirə bilərik? Düzgün olmayan kəsri qarışıq kəsə çevirdikdə yenə məxrəc olduğu kimi qalır. Surət məxrəcə bölünüb natamam qismət tam hissədə, qalıq isə surətdə yazılır. Gəlin bu qaydamız nə deməkdir, onu başa düşək. Yenə eyni aldığımız ədəd ilə işləmək istəyirəm 3/22 ilə. Görək bunu necə biz qarışıq kəsə çevirə bilərik. Əvvəla nə dedik? Həmin ədədi məxrəcə bölürük. Gəlin 22-ni 3-ə bölək. 22 bölünsün 3. 22-nin içində 3 7 nəfə olur 21 və qalıqımız da neçə olur? 1. Demək biz nə dedik? Əvvəlcə məxrəcə olduğu kimi yazırıq. Sonradan həmin aldığımız bu tamı götürüb tam yerinə yazırıq. 7-ni yazdıq bura və qalığı nə edirdik? Götürüb surətə yazırdıq. Oldu neçə? 7/3-də 1. Videonun əvvəlinə təzədən versəz görərsiniz ki, həqiqətən də 7/3-də 1-i biz düzgün olmayan kəsə çevirdikdə bu ədədi almışdıq. Bir digər ədədimizə baxaq istəyirsiniz. Olsun bu neçə? 4/17. Bərabərdir qoyaq. Məxrəcimiz təbii ki, dəyişməyəcək üçün elə 4-ü bura qoya bilərik. 17 bölünsün 4. Biz 1-2 neçə edir? 4. Qalıqda neçə alınır? 1. Bu zaman nə demişdik? Tamımız bizim tam hissəsinə gedir. 4-ü yazdıq bura. Qalığımız isə hara gedirdi? Surətə. Demək oldu 4/4-də 1. Adi kəsrin onluq kəsə çevrilməsi. Adi kəsri onluq kəsə çevirən zaman əvvəlcə onun sonlu onluq kəsir və ya sonsuz, yəni dövrü onluq kəsə çevrilib çevrilməyəcəyinə baxmalıyıq. Əgər bölənləri sadəcə 2 və 5-dən ibarətdirsə, bu sonlu onluq kəsrə çevrilir. Məsələn, solda yazdığım ədəd 4/3. Bu 4/3 sonludur. Niyə? Çünki məxrəcə baxırıq, məxrəci 4-dür. Biz 4-ü sadə vurğulana ayırsaq necə olar? 4 bərabərdir 2 vurulsun 2. Gördüyünüz kimi sadəcə 2-lərdən ibarətdir. Dediyimiz kimi ya 2 ola bilər, ya da 5 ola bilər. Demək ki, bu sonlu onluq kəsrə çevrilir. Lakin sağda yazdığım ədəd, yəni 14-də 5-ə baxın. Burada 14-ü biz sadə vurğulana ayırsaq, belə olar. 14 bərabərdir 2 vurulsun 7. Gördüyünüz kimi, bəli, 2-miz var. Lakin 7-miz var burada. 7 heç bir zaman bizdə ola bilməz. Biz dedik sadəcə 2 və 5 ola bilər. Demək ki, bu nə olacaq? Dövrü onluq kəsir. İndi gəlin görək bunları necə çevirək. 5-4-ü çevirdikdə elə gəlin 4-ü 5-ə də bölək. Fərqli üsullar təbii ki də var. Mənim üçün ən rahatı elə bölmədir. 5-ə bölsək, görürük ki 4-ün isə 5 yoxdur. Gəlin hər iki tərəfə 0 ataq. Bir 0 tam bura ataq, bir də 4-ün yanına 0 ataq. Bu zaman nə olur? 40-ın içində 5 8 dəfə və tamamilə bu bölmə sona erdi. Demək ki, 5-ə 4-ümüz neçəyə bərabərmiş? 0.8-ə. İndi gəlin görək dövrülər necə olur. Buna olaraq 3-də 1 deyə bilərik. Niyə 3-də 1 deyə bilərik? Çünki 3-də 1 yenə vurğulara yazsaq elə bir dənə 3 olacaq. Yəni 2 və 5 deyil, bu 3-dür. Bərabərdir. Yenə gəlin siz budaq bölməyə gedək və görək necə bir dövrü kəsir alınacaq. 1 bölünsün 3. Birin içində 3 var, əlbəttə xeyir. Hər iki tərəfə də 0 ataq. Onun içində 3 3 dəfə. Çıxdıq 9-u, qaldı 1. Yenə yoxdur, bir 0 artıraq. Onun içində 3 3 dəfə. Yenə 9. 1 qaldı. Yenə 0 artırdıq. Onun içində 3 3 dəfə. Bu sonsuza qədər belə 3 3 gedəcək və demək ki, nə alınacaq? 0/dövrdə 3. Bax, onluq kəsrin adi kəsə çevrilməsinə. Bu zaman əvvəlcə onun
kəsrin mərtəbəsinə diqqət yetirilir. Kəsrin məxrəci onun mərtəbəsinə uyğun yazılır. Çox sadədir. Yəni kəsrin deyilişini bilsək, demək olar ki, çevrilməni də bilirik. Gördüyümüz kimi, tamı varsa əvvəl tamı yazmalıyıq. 2-ni götürək tam yerinə yazaq. Sonradan başlayaq kəsri yazmağa. Deməli, biz bunu necə adlandırırıq? 2 tam 10-da 3 adlandırırıq, hə? Baxın, 2 tamı yazdıq. Deyilişə diqqət eləyin. 10-da 3. Qutardı məsələ bu qədər. 5 tam 10-da 4-ə baxaq. Tamımızı yenə yazdıq 5-i. Necə deyirik? 5 tam 10-da 4. Demək ki, elə 10-da 4 olaraq adlandırılır. Çox sadə şeylərdir bunlar. Heç bir çətinlik də yoxdur. Dövrü onluq kəsrin adi kəsə çevrilməsi. Dövrü onluq kəsirlərimiz demişdik iki cürddə. Saf dövrü onluq kəsir və qarışıq dövrü onluq kəsir. Əvvəlcə safa baxaq. Birinci qanunumuz nədir? Tam varsa tam yazılır. Görək də, tamımız əlbəttə var bizim 2-dir. Götürək tamımızı yazaq. İndi ikinci mərhələdə məxrəcə dövrdəki ədədlərin sayı qədər 9 yazılır. Biz dövrə nə demişdik? Demişdik ki, bu mərtəbə dövr adlanır, düz deyil. Dövrün içində neçə ədəd var? Yalnızca bir dənə 7-miz var, düzdür? Demək, onun sayı qədər 9 yazılır. Sonra da surətə üçüncü qayda olaraq nə deyirik? Surətə də elə dövrün içindəki ədəd yazılır. Dövrün içindəki ədəd nədir? 7-dir. Onu da götürüb surətə yazırıq. Bu qədər sadə. Birinci qaydamız yenə nədir? Burada tamımız varsa tamımız yazırıq. Tamımız 5-dir, götürək yazaq. Kəsr xəttimizi çəkdik. İndi qaydamız budur. Biraz fərqliliyi var saf dövrdən. Yenə dövrdəki ədədlərin sayı qədər məxrəcə 9 yazılır. Dövrümüz nədir? Burada düzdür. İçində sadəcə bir dənə ədəd var. Deməli, bir dənə 9 yazmalıyıq. Aha, indi dövrə qədər anlayışımız da var axı bizim. Biz burada 6-nın olduğu yerə dövrə qədər deyirdik. Dövrə qədərdə olan ədədlərin sayı qədər də nə edirik? Ora 0 əlavə edirik. Neçə dənə ədədimiz var? Sadəcə bir dənə. Bir dənə də 0 əlavə elədik. Hə, indi surətdə nə etməliyik? Surətdə ümumi kəsirimiz nədir bizim? 61 deyil. Baxın bura. 6 dövrdə bir yenə yazdım bura. Ümumi bu 61 deyil. Bu 61-i yazırıq. Sonra dövrə qədər olan ədədi bundan çıxırıq. Dövrə qədər olan ədəd hansıdır? 6-dır. Çıxırıq 6-nı. Bərabərdir 5 tam 90-da 55. Sonradan təbii ki, bunu ixtisar etməyiniz daha doğru olar. Bu qədər. Sağ olun.